İyunun 30-unda Neftçala rayon mərkəzi kitabxanasında qələm sahibləri, rayon ziyalıları və oxucuların iştirakı ilə yazıcı, publisist Əlifzət Poladın yeni çapdan çıxmış Ölümə Hazırlıq adlı kitabının təqdimat mərasimi keçirilib. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bizim bir çox işlərimiz özümüzdən asılı olmayaraq baş verir. Bir çox addımlarımız özümüzdən asılı olmayaraq atılır. Mənim bütün kitablarım, o cümlədən bu axırıncı Ölmə Hazırlıq kitabım özümdən asılı olmayaraq elə bil məcburən yazılıb. Bunu yazmaq istəməmişəm. Gecə-gündüz o fikir beynimdə işləyib, məni narahat edib, axırı məcbur olub qələmə almışam, bir yerə yığmışam, cəmləmişəm. Tədbirin aparıcısı Nəzakət Məmmədova Əlifzət Poladın həyatının 82 ilini arxada qoyduğu ömür salnamasında bəhrəli fəaliyyətindən, narahat hiss və duyğularının əks olunduğu yaradıcılığından danışıb. Müəllifin yeni kitabı haqqında məlumat verərək xatirələr, məktublar, qeydlər və məqalələrin əks olunduğu nəşrdən bəzi önəmli parçaları iştirakçıların nəzərinə çatdırıb. Qeyd olunub ki, təqdim olunan kitabda vətən sevgisi ilə əbədiləşən qəhrəman şəhidlərimiz, süngü ilə tarix yazan igid, qazi və veteranlarımız haqqında müfəssəl məlumatlarda öz əksini tapmışdır. İnsan yaranandan ölənə qədər ölümə doğru yol gedir. Bir dəqiqədə dayanmadan. Bu əbədi qanundur, bizdən asılı olmayaraq. Amma insan o yolda gərək elə addımlaya ki, axırda peşman olmaya. İndi mən ömrüm boyu imkanım daxilində çalışmışam günah əməllərdən, pis əməllərdən uzaq olum. İnsanlara kömək olum. İndi buna nə dərəcə nail olmuşam, nə dərəcə olmamışam, ətrafdakı adamlar dəqiq bilər. Amma mən hər halda buna çalışmışam. Və bütün adamlara arzu edirəm ki, bu həyatı dürüst yaşasınlar və məqamında ölmə hazır olsunlar. İnsan ölüm arzulamamalıdır, amma hər bir adam hər an ölmə hazır olmalıdır. Çünki bu labid olan şeydir. Çətin yaşamaqdır, ölmək yox. Kitabın mahiyyəti dostlarım, tanışlarım, ümumiyyətlə gördüyüm nəcib insanların xeyirxah əməlləri haqqında, mənim təmasda olduğum insanlar haqqında, hörmətim olan insanlar haqqında, o insanların mənim haqqında fikirləridir, təsiratlarıdır. Bir yerə yığmışam, bu kitab hasilə gəlib. Elə bilirəm ki, oxuyanlar üçün bu maraqlı olacaq. Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai, siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gövhər Məmmədova yazıcıya Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun təbrikini çatdıraraq yeni işıq üzü görmüş kitabı münasibətlə təbrik edib. Gövhər xanım həm də Əlifzət Polad haqqında ürək sözlərinə Yaşamaq istəyirəm adlı şeiri ilə ruh qataraq müəllifi, yaxınlarını və doğmalarını daha da duyğulandırıb. Çıxışçılar Şirvan Səlyan Regional Mədəniyyət Dairəsi Neftçala rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktor müavini Gülxanım Abdulhüseynova, tarixçi araşdırmacı Firdovsi Tağıyev, yazıcı Böyükağa Məmmədov, şairə Gülqədəm Mirzəzadə, şair Fərhad Əzizbəyli, publisist Ələkbər Zahidov, şair Məmməd Məmmədov, həkim Qurbanxan Pirəliyev, jurnalist Müslüm İsmiyev, tarixçi Tarverdi Hüseynov, uzun illər mədəniyyət sahəsində rəhbər vəzifələrdə çalışmış Cahangir Abdullayev, iqtisadçı Fikrət Əliyev və ustad xanəndə Hacı Baba Hüseynovun yetirməsi Rövşən Bəşirov Əlifzət Polad haqqında səmimi fikirlərini söyləyiblər. Tədbirdə yazıçının qızları Arzu xanım və Natəvan xanım çıxışlarında atalarının böyük zəhmət hesabına, gözünün nuru, qəlbinin süzgəcindən keçən hisslərlə ərsəyə gətirdiyi kitabı haqqında kövrək duyğularını paylaşıblar. Əlifzət Polada göstərilən diqqət və rəğbətə görə iştirakçılara və kitabxana əməkdaşlarına dərin minnətdarlıqlarını bildiriblər. Sonda müəllif səmimi ortam əsasında keçən tədbirə görə bütün iştirakçılara, eyni zamanda təşkilatçılığa görə kitabxana əməkdaşlarına dərin təşəkkürünü bildirib. Hər bir tədbiri hazırlayıb keçirən kitabxana sistemi kimi kollektiv daha çox bilir ki, hər bir kiçikliyindən, böyüklüyündən asılı olmayaraq bütün tədbirin hazırlığı və keçirilməsi xeyli çətinliklərlə, hazırlıqla bağlıdır. Allah
Bu işə kömək eləyənlərin hamısından razı olsun. Kitabxana sisteminə mənim çox dərin təşəkkürüm var. Bura gələn, məni sahib kitabın təqdimatına gələn dostlara, tanışlara, ədəbiyyat həvəskarlarına böyük təşəkkürüm var.